Deməli, üçbucağın sahəsi. Üçbucağın sahələrini əslində biz müəyyən qədəri barədə danışmışdıq. Üçbucağın daxilən xaricdə kimi çevrə dərsində ehtiyacımız var deyilən. Mən demək olar ki, orada demişdim o barədə qısacana, amma indi artıq geniş formada sahələrdən danışırıq. Deməli, istənilən üçbucağın sahəsini tapmaq üçün 3 düstur var. İstənilən üçbucağın sahəsini tapmaq üçün. Onlardan biri tərəf və həmin tərəfə çəkilən hündürlük hasilinin yarısıdır. Siz bunları sözlə də dərk etməlisiniz. Bax, üçbucağın sahəsi tərəf və bu tərəfə çəkilən hündürlük hasilinin yarısıdır. Üçbucağın 3 tərəfi olduğu üçün 3 dənə də hündürlüyü var. Yəni, məsələn, üçbucağı biraz... Deməli, üçbucağın 3 tərəfi olduğu üçün 3 dənə hündürlüyü var. Məsələn, A təpəsindən çəkilən hündürlük, tutaq ki, budur. Buna deyək AH. Məsələn, biz bu üçbucağın sahəsini 2'də 1 vur BC vur AH kimi yaza bilərik. Çünki BC-yə çəkilən hündürlük AH-dır. Və yaxud biz bu üçbucağın sahəsini 2'də 1 vur AC vur BM. Çünki AC-yə çəkilən hündürlük BM-dir. Yəni, tərəf və həmin tərəfə çəkilən hündürlük hasilinin yarısı. Və yaxud C tərəfindən AB-yə çəkilən hündürlükdə tutaq ki, CK-dırsa, 2'də 1 vur AB vur CK. Bunların üçü də eyni şey oldu. Tərəf və həmin tərəfə çəkilən hündürlük hasilinin yarısı. Yəni, bunu dərk edin. Üçbucağın sahəsi tərəf və bu tərəfə çəkilən hündürlük hasilinin yarısını bərabərdir. Məsələn, tutaq ki, bizdə bu ABC üçbucağıdır. Bu tərəfi A ilə işarə eləmişəm, kiçik hərflə desəm, bura endirilən hündürlüyü də H indeksində A ilə işarə eləmişəmsə, yəni 2'də 1 A vur HA. Yenə deyirəm, biz bunu sözlə dərk eləsək, tətbiq eləyə biləcəyik. Yəni, tərəf və bu tərəfə çəkilən hündürlük hasilinin yarısı bizə üçbucağın sahəsini verir. Məsələn, testdə sualda verir ki, ABC üçbucağının AB tərəfinin uzunluğu 12 santimetr, CH hündürlüyü 5 santimetrdir. Bu üçbucağın sahəsini tap. Deməli, mənim əlimdə bunun sahəsini tapmaq üçün tərəf də var, o tərəfə çəkilən hündürlük də var. Ona görə yazacağım 2'də 1 vurulsun AB vur CH, qiymətləri də aparıb yerinə yazacağım, cavab eləyəcək 30. Yəni, üçbucağın sahəsi, yenə də təkrar edirəm, tərəf və həmin tərəfə çəkilən hündürlük hasilinin yarısıdır. Bu, istənilən üçbucaq üçün keçərlidir. Məsələn, tutaq ki, bizə verir ki, bərabər yanlı üçbucağın yan tərəfləri 13 santimetr, oturacağı isə 10 santimetrdir. Bu üçbucağın sahəsini tapın. Deməli, mən bildim ki, üçbucağın sahəsi tərəf və həmin tərəfə çəkilən hündürlük hasilinin yarısıdır. Bərabəryanlı üçbucaqlarda oturacağa çəkilən hündürlüyü tapmaq rahatdır. Çünki oturacağa çəkilən hündürlük həm də median olduğu üçün oturacağı yarı bölür. Ona görə biz bilirik ki, AH ilə HC bir-birinə bərabər olaraq 10 bölünsün 2 hərəsi edir 5. Sonra da Pifagor teoremi ilə biz BH-ı tapa bilərik. Yəni, üçbucaq A, B, H-dan düzbucaqlı üçbucaqdır. Bizə hipotenuz məlumdur. Katetin biri məlumdur, o biri katet axtarıram. Mən o biri katet tapmaq üçün eləməliyəm? Hipotenuzun kvadratından məlum katetin kvadratını çıxmalıyam. 169'dan 25'i çıxdım 144, o da elədi 12. Murad aydın olur, neylədiyim? Yəni, tənlik kimi də yaza bilərdim. Bura H deyim, yazmalıydım ki, 5'in kvadratı üstə gəl H-in kvadratı bərabərdir 13'ün kvadratı. Oradan da H-ı tapıram. İndi, hündürlüyü tapdım. Hündürlüyü tapmaqdakı məqsədim nə idi? Sahəni tapa bilmək idi. Onda belə çıxır ki, bu üçbucağın bu BH hündürlüyü hara çəkilibdir? AC-yə. Ona görə mən yazmalıyım 2'də 1 vurulsun AC vur BH. AC-nin uzunluğu bizdə verilmişdir 10. BH-ı da biz hesabladıq 12'dir. Deməli, bunun sahəsi edir 60. Yəni, tərəf
və həmin tərəfə çəkilən hündürlük hasilinin yarısı. Bu birinci sahə düsturumuz. İkinci sahə düsturumuz isə iki tərəf və onlar arasında qalan bucağın sinusu hasilinin yarısı. Üçbucağın sahəsi onun iki tərəfi ilə həmin tərəflərin arasında qalan. İki tərəfin arasında bir bucaq var da, düzdürmü? Deyirik, bax, iki tərəf və onlar arasında qalan bucağın sinus hasilinin yarısı. Məsələn, AB vur AC vur sinus bucaq A. Yəni, AB tərəfi, AC tərəfi, AB ilə AC-nin arasında qalan A bucağının sinusu hasilinin yarısı. Bunu üçü üçün də yazmaq olar. Fərqi yoxdur. Yəni, məsələn, buranın tərəf B-dir, bura A-dır, bura C-dir, bura alfadır, bura betadır, burada tutaq ki, qammadır. Kiçik hərflərlə yazılsam, 2-də 1 vur, B vur, C vur, sinus alfa. Yəni, B ilə C tərəfinin arasında qalan bucağa görə. Və ya o birisi üçün yaza bilərəm, 2-də 1 vurulsun, A vur, B vur, sinus qamma. O birisi üçün yazası olsam, 2-də 1 vur, A vur, C vur, sinus beta. Bunun üçü üçün də yazanda bir şey dəyişmir. Sadəcə üçü üçün də yazdım. Yəni, biz bunu dərk eləməliyik ki, üçbucağın sahəsi onun iki tərəfi ilə bu tərəflər arasında qalan bucağın sinusu hasilinin yarısına bərabərdir. Bunun üçün də siz sinus 30-u, 45-i və 60-ı bilməlisiniz. Bunu hardan bilirik? Üçbucağın qayda vərəqində cədvəl var idi. Sinus 30-dən alır, 60-dən alır, 45-dən alır. Oradan əzbərləməliyik ki, biz sinus 30-da 2-də 1 alır, sinus 45-də kök 2 bölü 2 alır, sinus 60-da kök 3 bölü 2 alır. Məsələn, tutaq ki, sadə bir sualdır. Testdə tutaq ki, çıxır qabağımıza. Bura yazıb 8, bura yazıb 12, bu bucağa yazıb 45. Deyir, bu üç bucağın sahəsini tap. Deməli, mən qaydanı bilirəmsə, yazacağım ki, bu üç bucağın sahəsi 2-də 1 vur AC vur AB vur sinus A olmalıdır. Yəni, iki tərəf və onların arasında qalan bucağın sinusu hasilinin yarısı. AC 12-dir, AB 8-dir. Bunların arasında qalan bucaq da 45-dir. Burada 2 ilə bunu apardım. 48 vur. Sinus da 45-də kök 2 bölü 2 alır. 2 də 48-dən ixtisarı getdi. Cavab oldu 24 kök 2. Aydındır? Bu olur üçbucağın ikinci sahə düsturu. Yəni, istənilən üçbucağın sahəsini tapmaq üçün onun iki tərəfini və bu tərəflər arasında qalan bucağı biliriksə, bu şəkildə hesablama apara bilərik. Üçüncü düsturumuz isə Heron düsturuydu. Bəli, bunu olsa əvvəldən eşitmişik, məcburən eşidirik. Deməli, Heron düsturu üçbucağın sahəsini tapmağın üçüncü yoludur. Hər düsturun öz verilənləri var. Yəni, nələr veriləndə mən hansı düsturdan yararlanıram? Mənə tərəf və hündürlük verilirsə, deməli, mənim yolum birinci düstur olmalıdır. Tərəf, iki tərəf və onlar arasında qalan bucaq verilirsə, bu düstur olmalıdır. Heron düsturu nə zaman istifadə olunur? Üçbucağın üç tərəfi verildiyi zaman. Yəni, məsələn, deyir ki, üçbucağın tərəfləri A, B, C olarsa, artıq mənə sadəcə tərəflər verib, nə bucaq var, nə hündürlük var. Bu zaman mənim sahəni tapmaq üçün eləyəcəyim düstur Heron düsturudur. Heron düsturunda S bərabərdir P vurulsun P minus A, P minus B, P minus C. Buradakı P yarım perimetri göstərir. Yəni, A üstə gəl B, üstə gəl C böl 2-dir. Məsələn, mən bayaqlarım burada bir bərabər yanlı üç bucaq vermişdim. Tərəfləri 13, 13, 10. Bunu hündürlük yerinə mən Heron düsturuyla da istifadə edə bilərdim. Çünki üç tərəfi verilibsə, mən məcbur deyildim hündürlükdən istifadə edeyim. Sadəcə ora nümunə göstərdim onu. Məsələn, mənə deyir ki, tərəfləri 13, 13, 10 olan üçbucağın sahəsini tapın. Tərəfləri 13, 13, 10 olan üçbucağın sahəsini tapmaq üçün birinci mən yarım perimetri tapmalıyam. 13, 13 və 10'u bəli, 36'nın yarısı 18. Sonra keçməliyəm sahə düsturuna. S bərabərdir 18 vurulsun. 18 minus 13, 18 minus 13 və 18 minus 10.
İndi hesablamalara davam edək. 18 vur 5 vur 5 vur 8. Hı hı. 18 vur 8 de 144 elədiyi üçün oradan da 12 çıxır. Oradan 12, bu 25'ten de 5 çıktığı için cevap edir 60. Bəyan 60 tapmışdım. İndi bu bərabər yanlını hündürlük variantı ilə də eləmək olur onsuz da. Amma bir də var ki, ümumiyyətlə tərəfləri müxtəlifdir. Deyir tərəfləri 4, 13, 15 olan üçbucağın sahəsini tap. Artıq burada bizim Heron'dan başqa yolumuz yoxdur. Və ya ki, misalda 2 yol var idi. Amma bunda yoxdur. Ona görə mən birinci 4, 13, 15 böl 2. Bəli, 32 böl 2, 16. S bərabərdir. 16 vurulsun. 16 minus 4, 16 minus 13 və 16 minus 15. Yəni 16 vur 12, vur 3, vur 1. 16'dan 4 çıxar, 36'dan da 6 çıxar. Bunun sahəsi eləyər 24. Aydın oldu. Biz istənilən üçbucağın sahəsini bu üç düsturla tapa bilirik. Amma düzbucaqlı üçbucağın sahəsi üçün daha səmərəli düstur var. Əslində buradan alınır. Deməli, düzbucaqlı üçbucağın sahəsi bunun katetlərindən biri digərinə endirilmiş perpendikulyar sayılır da. Yəni, məsələn, mən A təpəsindən BC-yə hündürlük çək deyəndə elə AC-ni çəkə bilirəm. İkinci bir hündürlüyü endirə bilməzsən. Ona görə də düzbucaqlı üçbucağın sahəsi katetləri hasilinin yarısıdır. Yəni, 2'də 1 vur A vur B. Çünki katetlərin biri digərinə endirilmiş hündürlük olduğu üçün öyrənirsiniz ki, düzbucaqlı üçbucağın sahəsi katetləri hasilinin yarısına bərabərdir. Yəni bunu dərk eləməliyik. Bu birinci düstur. İkincisi isə biz bunu hipotenuz və hipotenuza çəkilən hündürlüyə görə də tapa bilərik. Çünki dedik axı, istənilən üçbucağın sahəsi tərəf və həmin tərəfə çəkilən hündürlük hasilinin yarısıdır. Yəni biz düzbucaqlı üçbucaq üçün iki düstur. Birincisi elə katetlər hasilinin yarısı, ikincisi də bayaqki tərəf və bu tərəfə çəkilən hündürlük. Bura çəkilən hündürlük budur. Bu da C hipotenuzun uzunluğudur bu şəkildə. Məsələn, mənə deyir ki, katetləri 12 cm və 5 cm olan düzbucaqlı üçbucağın sahəsini tap. Deməli, mənə katetləri verib 12 ilə 5. Deyir, sahəni tap. Mən də qaydadan öyrəndim ki, düzbucaqlı üçbucağın sahəsi katetləri hasilinin yarısıdır. Bəli, 60'ın yarısı elədi 30. Yəni, bunu dərk etməliyim. Və yaxud belə deyir, düzbucaqlı üçbucağın hipotenuzu 15 cm, katetlərindən biri 9 cm olarsa, üçbucağın sahəsini tap. Deməli, mənə hipotenuzu verib deyir, katetin birini verib, amma o biri kateti verməyib. Mən də bilirəm ki, sahəni tapa bilmək üçün mənə hər iki katet lazımdır. Və bura 9'dur, bura 15'dir. Neçədir? Xeyr. O biri katet 12'dir. X kvadratı üstə gəl 9'un kvadratı bərabər 15'in kvadratı yazaraq. X kvadratı üstə gəl 81 bərabərdir 225. 225'ten 81'i çıxsaq, x'in kvadratı 144, x oldu 12. Deməli, o biri katetimiz 12 idi. Onda sahə də katetləri hasilinin yarısı olaraq edir 54. Aydınmı? Və yaxud belə bir misal verir. Düzbucaqlı üçbucaq verib mənə. Bu bucağına 30 dərəcə yazıb, burada 12. Deyir ki, şəkildə verilənlərə əsasən üçbucağın sahəsini tapın. Hara? A sağ ol. SB nə olur? Bəli, 6 kökçü olur. Biz
xüsusi düzbucaqlı üçbucaqlar keçmişdik. 30'un qabağında duran hipotenuzun yarısıdır. 60'ın qabağındakı da 30'un qarşısındakının kök 3 mislidir. Bunları müəyyən edəndən sonra gəldik sahə. Sahə nəyə bərabər idi? Katetləri hasilinin yarısı. Biri 6, biri 6 kök 3. Bəli, cavab elədi 18 kök 3. Aydındır mı? Və yaxud sizə verir ki, bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzu 12 olarsa sahəsini tapın. Deməli, bu bərabər yanlı düzbucaqlı üçbucaqsa mən katetləri bilməliyəm. Bunlara x yazsam, əslində xüsusi düzbucaqlı üçbucaqda 45-dən də əlaqələndirə bilərəm. O yadda da isə Pifagor teoremi ilə də eləyə bilərəm. X qarşıda gəlir, x kvadratı 12'nin kvadratı. 72, 36 vur 2 demək olduğundan 6 kök 2'dir. Onda deməli bunun katetləri 6 kök 2 olduğundan 2'də 1 vur 6 kök 2 vur 6 kök 2. Kök 2'ni kök 2'ye vuranda neçə eləyir? Kök 2'ni kök 2'ye vuranda 2 eləyir. Ona görə 2 ilə getdilər. Sualın cavabı qaldı 36. Aydın mı? Burada belə bir şey də eləmək olardı. Biz bilirik ki buralara x deyəndə bura x kök 2'dir. Yani x kök 2 12'dirsə x'i tapmaq üçün 12'ni kök 2'ye bölmək olardı. İrrasionaldan azad edəndə yenə 6 kök 2 tapardıq x'i. Yəni belə də yanaşa bilərik, elə də yanaşa bilərik. Sonra belə bir misal. ABC düzbucaqlı üçbucağının düz bucaq təpəsindən hipotenuza hündürlük çəkilmişdir deyir. Və hündürlük hipotenuzu 4 və 9 santimetrlik hissələrə ayırırsa ABC üçbucağının sahəsini tapın. Belə bir məsələ qoyulur. Deməli, düzbucaqlı üçbucağın düz bucaq təpəsindən hipotenuza hündürlük çəkilibdir və bu hündürlük hipotenuzu 4 və 9 santimetrlik hissələrə ayırır. Düzbucaqlı üçbucağın sahəsini tapın. Deməli, mən buradan CH-ı tapsam, sahəni tapacam. Niyə? Çünki izah elədim ki, üçbucağın sahəsi tərəf və o tərəfə çəkilən hündürlük. Bu tərəf var, 13 eləyir də toplayanda. Hündürlük neçə eləyir? 6. Çünki bizim düzbucaqlı üçbucaqda bir qaydamız var idi. H kvadratı bərabər m-in hipotenuza hündürlük çəkəndə bu hündürlüyü h, bu proyeksiyaları n-lə işarə eləyəndə həmin hündürlüyün kvadratı o proyeksiyaların hasili olurdu deyə bir qayda vardı. O qaydaya görə biz yaza bilərik ki, bizdə CH-ın kvadratı AH vur HB-dir. Onda CH neçə oldu? 6. CH 6'dırsa bu üçbucağın sahəsi olur 2'də 1 vur AB vur CH. AB tərəfdir, CH da həmin tərəfə çəkilən hündürlükdür. Ona görə 2'də 1 vurursun 13 vur 6 edir 39. Yəni məsələ sahə düsturları azdır, amma biz fiqurun bütün xassələrinə bələd olmalıyıq ki, məsələ eləyə bilək. Yəni burada sahə düsturu, sahə tərəf ora çəkmiş hündürlük hasil, vəssalam. Amma bunu tətbiq eləmək lazımdır. Sonra bərabər tərəfli üçbucağın sahəsi tərəfi A olan bərabər tərəfli üçbucağın istərəsə 60. Hamısı 60. Onda bayaqların düstur dediyi üçbucağın sahəsi iki tərəf və onlar arasında qalan bucağın sinus sahəsinin yarısıdır. 2'də 1 AB sinus alfa yazdım. Deməli yazacağım A vur sinus 60. Sinus 60'dan ne alır? Kök 3 böl 2 alır. Onda bunu da sadələşdirəndə alındı A kvadrat kök 3 böl 4. Deyirik ki, tərəfi A olan bərabər tərəfli üçbucağın sahəsini bu düsturla hesablayırıq. A kvadrat kök 3 böl 4. Uzun uzada hesablaya da bilərsiniz, amma yekun nəticə budur. Tərəfi A olan bərabər tərəfli üçbucağın sahəsi A kvadratı kök 3 böl 4 düsturla hesablanır. Məsələn, bizə testdə verir ki, tərəfi 12 santimetr olan bərabər tərəfli üçbucağın
sahəsini tapın. Deməli, tərəfi 12 sm olan bərabər tərəfli üçbucağın tərəf nədir? Burada A-nın qiymətidir. A12 isə ona mən sahəni tapmaq üçün 12-nin kvadratı kök 3 böl 4. Yəni 144 kök 3 böl 4 o da verir 36 kök 3. Bu danışdıqlarımdan kimə nə aydın deyil? Hər şey aydındır. Buyur. Xeyr. Bu bərabər tərəfli üçbucağın sahə düsturudur. Bərabər tərəfliyə. Bunu hardan elədim? Bunu elə ikinci düsturdan çıxartdım da. 2'də 1 BC sinüs alfa düsturu izah eləmişdim. Deyək, bu düsturun əsasında o çıxdı ortaya. Sən bərabər tərəfli üçbucağın sahəsini elə həmin düsturla hesablayarsan, tutaq tərəfi qoyarsan yerinə, yazarsan 12 vur 12 vur sinüs 60. Yenə də cavab ora gəlib çıxacaq. Yəni orada nəticə çıxır ki, tərəfi A olan bərabər tərəfli üçbucağın sahəsi bu düsturla hesablana bilər. Düzbucaqlı üçbucağın sahəsi deyəndə isə ya katetləri verilibsə katetlər hasinin yarısı, ya da hipotenuz və hipotenuza çəkmiş hündürlük hasinin yarısı. İxtiyari üçbucağı da hesablamaq üçün 3 düstur oldu. Verilənlərdən asılı olaraq hansını istifadə edəcəyimizi biz müəyyənləməliyik. Sonra, bu oldu üçbucağın sahələri haqqında olan düsturlar. Üçbucağın sahələri haqqında aşağıdakı qeydlər var. Bir məqamı da vurğulayım. Bax, biz üçbucaq dərsini, üçbucağın hündürlüyünü izah edəndə demişdik ki, körbucaqlı üçbucaqların, bu körbucaqlı üçbucaqda düzdürmü? Bu üçbucağın A təpəsindən BC-yə hündürlük çək deyəndə hündürlüyü nədir çəkməliyəm? Yəni üçbucağın xaricində. Çünki körbucaqlı üçbucaqda hündürlüyü daxilə çəkmək olmur. Körbucaq əmələ gətirən tərəfləri üçün. Yəni bu üçbucağın, bu körbucaqlı üçbucağın tutaq ki, bizə deyəndə ki, BC 12, bu 6'dır, sahəsini tap. Elə bunlar mənə bəs eləyir. Yəni, bu üçbucağın sahəsi BC vur AH-dır. Yəni, demək istədiyim odur ki, körbucaqlı üçbucağın körbucaq əmələ gətirən tərəflərinə çəkilmiş hündürlüklər üçbucağın xaricində yerləşirdi. Bunu xatırlatmaq istəyirdim. Yəni, A təpəsindən BC-yə çəkilən hündürlük daxildə olmur. Elə o AH olur. HB'ye bizim ne ihtiyacımız var ki? Biz bu üçbucağın sahəsini tapdıq. Gəl səni inandırım. Bax, belə bir şey deyim sənə. Buranı 6 vermişəm. Bura olsun 3, bura olsun 4. Buradakı böyük düzbucaqlı üçbucaq var, ABC. Onun sahəsi neçə eləyəcək? 2'də 1 vur, 6 vur, 7. 21 eləyəcək. Düzdür, katetlər arasının yarısı. Burada ACD düzbucaqlı üçbucaq var. Onun sahəsini eləyəcək? 9. Bunun sahəsi 9 olduğu üçün bunun sahəsində 12 qalmalıdır. Bütöv 21 değildi. 21'in 9 10 sahəsidirsə, 12'si də bunun sahəsidir. İndi gəl görək. O bizə buradan gəlirmi? Yəni ABD-nin sahəsi 2'də 1 vur, 4 vur 6. Çünki onun tərəfi 4'ündür 6. Neçə eləyir? 12. Deməli sənin bu üçbucağın sahəsini tapmağın üçün bu CD-yə ehtiyacın yoxdur. Tərəfi və o tərəfə çəkilən hündürlüyü bilməlisən. Aydın mı? Nə olsun ki, o çöldədir. Yəni, A təpəsindən BD-yə qədər olan məsafə 6 santimetrdir. Aydın mı? Yəni, üçbucağın sahəsi tərəf və həmin tərəfə çəkilən hündürlük hasinin yarısıdır. Deməli, üçbucağın təpəsindən çəkilən istənilən düz xətt qarşı tərəflə sahəni mütənasib hissələrə bölür. Mütənasib, yəni nisbətləri bərabər.
Amma mən bu BD-ni çəkdim. Bu nə mediandır, nə tənböləndir, nə hüdürdür. Elə belə bir xətt çəkmişəm. Bu böyük üçbucağı 2 dənə üçbucağa ayırıb. O iki üçbucağın sahələrinin nisbəti, yəni bax ABD-nin sahəsi ilə BDC-nin sahələrinin nisbəti AD-nin DC-yə olan nisbəti ilə eynidir. Bu iki üçbucağın sahələrinin nisbəti AD böl DC-yə bərabərdir. Bununla bağlı buraxılış imtahanında da sual düşüb 9-larda sadə bir qaydadır. Məsələn, mənə belə bir sual verir. Deyir ki, ABC üçbucağının sahəsi 70'dir. Ümumi üçbucağın sahəsi. AD-nin DC-yə olan nisbəti 5'in 2'yedir. Yəni, bura 5K'dır, bura 2K'dır. Onda mən indiki xassiyə görə deyə bilərəm ki, bunun sahəsi 5X'dir, bunun da sahəsi 2X'dir. Tərəf 5'in 2'yə bölünürsə, sahə də 5'in 2'yə bölünür. Aydın olur, nə demək istədiyim? Yəni, bu BD AC tərəfini 5'in 2'yə nisbətində bölürsə, həmin üçbucağın sahəsini də 5'in 2'yə bölür. Və bu iki üçbucağın sahəsini toplayanda ümumi 70'i verməlidir də. Ona görə 5x üstə gəl 2x bərabər 70, 7x bərabər 70, x bərabər 10. Tutaq ki, məndən ABD-nin sahəsini istəyirsə, ABD-nin sahəsi nə olacaq? 50. O birisini istəsəydi 20. Yəni, tərəflə sahə mütənasib olur. Mütənasib nisbətləri bərabər deməkdir. Madam ki, istənilən düz xətt qarşı tərəfi sahə ilə mütənasib bölür, ondan median tərəfi necə bölür? Yarıya. Düzdür? Ona deməli, sahə ilə yarıya bölür. Yəni, üçbucağın medianı onu 2 bərabər sahəli üçbucağa bölür. Yəni, məsələn, mənə deyir ki, ABC üçbucağının sahəsi 140'dır. AY mediandır. ABY'nin sahəsini tapın. Madam ki, bu mediandır, tərəfi yarı böldüyü kimi sahəni də yarı böləcəkdir. Sonra, üçbucağın neçə dənə medianı var? Üçbucağın 3 dənə medianı onu 6 dənə bərabər sahəli üçbucağa bölür. Bax, üçünü də çəksəz medianların neçə dənə üçbucağı görürsünüz? 6 dənə. Bunların 6'sının da sahəsi bir-birinə bərabərdir. Yəni, məsələn, tutaq ki, ABC üçbucağının sahəsi tutaq ki, 120'dir. Burada O nöqtəsi deyək medianların kəsdiyi yerə. Onda mən deyə bilərəm ki, buradakı AOF üçbucağının sahəsi 20'dir. Bəs yaxşı, BOC üçbucağının sahəsi neçədir? Bəli, çünki BOC-nin içərisində 2 dənə mənim dediyim 20'dən yerləşir. Aydın mı? Sonra bir də orta xəttlə bağlı bir qaydamız var. Bir üçbucağın neçə dənə orta xətti olar? 3 dənə. Deməli, üçbucağın 3 dənə orta xətti onu sahələri bərabər olan 4 dənə üçbucağa bölür. Üçbucağın 3 dənə orta xəttini çəkdim. 4 dənə eyni sahəli üçbucaq çıxır ortaya. Orta xəttləri çəkəndə. Bunların 4'ünün də sahəsi bir-birinə bərabərdirlər. Ona görə də ümumi sahənin 4'dən biridir. Yəni, məsələn, mənə desə ki, ABC üçbucağının sahəsi tutaq ki, 140'dır. DYF üçbucağının sahəsi neçə olar? 4'də 1 vur 140, yəni 35 olar. Yəni, üçbucağın 3 dənə orta xətti onu sahəsi bərabər olan 4 üçbucağa ayırır. Mən üçbucağın bir dənə orta xəttini çəksəm, bu zaman bu üçbucağı hansı iki figura ayırdım? Bəli, bir dənə trapesiya, bir dənə üçbucaq çıxdı içindən. Düzdürmü? Bax, bu üçbucağın sahəsi ABC üçbucağının sahəsinin 4'də 1'i olur. Bu trapesiyanın sahəsi isə ABC üçbucağının 4'dən 3'ü olur. Çünki o bayaqki 3 dənə üçbucaq yerləşib o trapesiyanın içinə.
4 dənədən 3'ü trapesiyanın içindədir. 4 dənədən biri də yuxarıdadır. Məsələn, mənə bu şəkili verib desə ki, AYFC trapesiyasının sahəsi 75'dir. ABC üçbucağının sahəsi neçə olar? Vururuq 4'ə eləyir 100. ABC'ni istəyirəm də ümumili. Yəni şagird başa düşür ki, bunun içində belə çəksən 3 dənə üçbucaq yerləşir eyni üçbucaqdan. Yəni ümumi fiqurun 4'dən 3'ü orada yerləşir. Ona görə də 75'i böldüm 3'ə, hərəsi 25 eləyir. Bu da 25'dir. Ona görə tam fiqur olur dediyimiz kimi 100. Bu üçbucağın sahəsi haqqında. Düzbucaqlı və kvadratlı da deyil. Paralelogramlı rombuzadır. Gələn dəfə deyəcəm trapesiyanızadır. Deməli, kvadratın sahəsini ibtidai sinifdən, hətta 5-ci sinifdən demək olar ki, bilirsiniz. Tərəfi A olan kvadratın sahəsi hansı düsturla tapılır? A kvadrat. 4 A-nın perimetridir. A vur A. Kvadratın sahəsi A vur A'dır. Bir də diagonalla da sahəsi var. Bunu ibtidaidə keçmirlər artıq. Yəni bu şey yuxarıda 8-ci sinifdə keçilir. Əgər kvadratın diagonalı verilərsə D, onun sahəsi 2'də 1 D kvadrat olur. Diagonalla da bu şəkildə. Məsələn, mənə desə ki, kvadratın diagonalı 12'dir. Sahəsini tap. 2'də 1 vur 12'nin kvadratı eləyəcək 72. Düzbucağın da sahəsi bilirik ki, eni ilə uzunluğunun hasilinə bərabərdir. Düzbucağının tutaq ki, tərəflərini A və B desək, düzbucağının sahəsi A vur B-yə bərabərdir. Bu da belə.